Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Mən Elməttin Bəcəliyev, Star World Tədris Mərkəzinin ibtidai sinif və lisey hazırlıq müəllimi. Bugün sizlərlə belə deyim, suallarımız 15 riyaziyyatdan olacaq və inşallah axşama doğru 15-ini də çəkəcəyik. Yəni ümumi 30 sual olacaq. Sabah bilirik monitoring imtahanıdır. Ona görə bu sualda belə deyim, keçənki monitoring əsasın hazırladığımız sınaqdır. İnşallah işləyin və sabah yüksək nəticələr yazın və gəlin videolarda belə deyim, bu videonun altında nəticələrinizi bizimlə bölüşün. Deməli, biz dediyim kimi, biz keçən ilki belə deyim, monitoring əsasında sualları yazmışıq. Yəni bunları öz şagirdlərimizə işlətdik, atmışıq, yazıblar. İstərim ki, sizlər də paylaşım, sizlər də faydalana biləsiniz. İlk əvvəl onu deyim ki, Azərbaycan dilindən yəni mətnlər düşəcək. Mətnlər də oxuyub anlamadı. Yəni diqqətlə mətnləri oxuyun və mətn əsasında sualları cavablandırın. Əlbəttə ki, yanında vaxtı da nəzarət edin. Vaxtınızı da belə deyim, unutmayın. Çünki bir sual çıxan kimi uşaq ilə oturur, bir sual üzərində ilə oturur, qalır və bir də görür vaxtı bitdi. Ona görə vaxtı düzgün bölün ki, belə deyim, çatdıra biləsiniz. Bir sual qarşınıza çıxdı, gördünüz ki, yaza bilmirsiniz da o sual üzərində qalmayın. Keçin növbəti suallara və axırda ona qayıdarsınız vaxtınız olsa. Yəni özünüzü həyəcanlandırmayın, çox asan da olacaq. Asan da olacaq deyəndə, yəni əlbəttə ki, nəyə görə deyirəm? Yəni oxuduğumuz belə deyim, kitablara əsasən deyirəm asan da olacaq. Niyə? Çünki biz il ərzində 4-cü sinif 1-ci və 2-ci hissəni keçmişiksə, deməli onda asan da olacaq əlbəttə. Çünki bunları dərsdə keçmişik. Ona görə də inşallah yaxşı olar. Çalışın belə deyim, il ərzində belə deyim və yaxud illər ərzində əziyyət çəkən müəllimlərinizin əziyyətini boşuna verməyin. Deməli, vaxt itirmədən başlayaq sualımıza. İnşallah bu sualları da paylaşdıq. Sizlərə xeyirli olar. Dediyim kimi sabah gəlib kim necə yazdı, nə cür yazdı, neçə sual yaza bilmədi, hansı sual yaza bilmədi, gəlib videonun altında qeyd edər. Və onu da deyim ki, əgər kimsə bu videonu paylaşıramsa, belə deyim, nəsə başa düşməzsə videoda, yəni şəxsi də yazıb soruşa bilər, narahat olmayın. Deməli, birinci sualımız belədir ki, boş xanaya uyğun ədədi müəyyən edin. 5-də 3 kilometr neçə metrdir? Baxın, bu o deməkdir ki, yəni bu formada yazıb, baxın, 5-də 3 formasındadır. Deyir ki, 5-də 3 kilometr neçə metrdir? Bunun üçün mən nə edirəm? Bilirəm ki, 1 kilometr 1000 metrdir. 1 kilometr bilirəm 1000 metrdir. 1000-i bölürəm 5-ə. 1000-i bölürəm 5-ə və nə edirəm? 1000-i 5-ə bölürəm, vururam 3-ə. Bu deyilir 200, 200 ilə 3-ə vuranda 600. Doğru cavabımız 600. İndi ola bilər burada kilometr, metr olmaz, ola bilər saat, məsəl üçün keçən monitoring əsas, məsəl üçün keçən monitoringdə nə düşmüşdü? Dəqiqə, saat, saniyə düşmüşdü, səhv eləmirəmsə. Dəqiqə, saniyə düşmüşdü və biz də ona əsasən bunu yazmışıq və burada da biz görürsünüz nə yazmışıq? Görürsünüz ki, yazmışıq ki, kilometrdən metrə keçmişik və bu çevrilmələrdir. Əgər kiminsə bu mövzularda çətinlikləri varsa, yəni YouTube-da paylaşmışıq uzunluq vaidləri. Başlıq altında video yazıb paylaşmışıq, yəni ora baxa bilər. Deməli, nə edirik birinci sualda? 1 kilometr 1000 metrdir. 1000-i böldük məxrəcə, yəni 5-ə, vurduq sürətə, elədir 600. İkinci sualımız belədir ki, deyir, indi saat 17:00-dır. 17:00-dır. Yəni saat 5 tamamdır. Saatın dəqiqə və saat əqrəbləri arasında qalan bucaq neçə dərəcədir? Baxın, dəqiqə və saat əqrəbləri arasında qalan bucağı istəyir. Yəni buranı istəyir bizdən. Bu bucaq, dəqiqə və saat əqrəbləri arasında qalan bucağı. Saat 17:00 5 tamamdır. Biz əvvəlcə nə indirik? 360-ı bölürəm 60-a. Niyə? 360 dərəcə fırlanır da, düzdür əqrəblərim? 360-ı bölürəm 60-a, eləyir neçə? 6. Elədir 6. Və bu 6-nı vururam bunların arasına. Baxın, nəyin arasına? Baxın. Bunların arası 5 dəqiqədir. Baxın, 5, 10, 15, 20, 25. Görürsünüz, araları neçə oldu? 25 dəqiqə.
Altını da vururam. Yəni nə demək istəyirəm? Yəni dəqiqə ilə saatın arasılarını sayın. Neçədir? Baxın 5, 10, 15, 20, 25 dəqiqə. Altını da vururam nəyə? Altını da vururam 25'ə. Altını da vururam 25'ə. Digər sualımız belədir ki, deyir ki, 3-cü sualımızda 900, baxın, ədədlərin qoy bunu da təkrar eləyək. Birdən bunu deyə ola bilər, o imtahanda düşər. Baxın, ədədləri oxuyanda nə edirsiniz? Birinci sağdan sola 3-ünü ayırırsınız. Baxın, təklik, təklik, bu 3'ü təklik, digər 3'ü minlik, digər də nə olur? Milyon. 9.829.679 ədədində 9 rəqəminin mərtəbə qiymətləri cəmi. Baxın, 9 rəqəminin mərtəbə qiymətləri cəmi soruşursa, biz harda 9 var, harda 9 var, onlar olduğu kimi qalır, qalanlarına 0 yazırıq. Harda 9 var, olduğu kimi qalır, qalanlarına 0 yazırıq. Bu da olur D variantımız. Bu da oldu hansı variant? D variantı. Neynədik? Harda 9 var, olduğu kimi qaldı, qalanlarını 0 yazırıq. Məsəl üçün, belə bir ədəd olsa, 8, 2, 4, 6. Deyir ki, 8 rəqəminin mərtəbə qiymətləri cəmi neçə olar? Onda nə edərəm? Harda 8 var, onlar olduğu kimi qalar. Qalanlarına nə yazaram? Qalanlarına 0 yazaram. Növbəti sualımız belədir ki, deyir ki, 7363 bölüşdür 7063. Nədən? Yəni burada B-nin yerinə nə yazılsa, deyir ki, müqayisə doğru olar da. Yəni 7363 bölüş olar bu ədəddən. Deməli, ora nə yaza bilərəm? Baxıram 7-nin, baxın, B-nin yerində duran ədəd burada 3'dür. B-nin yerində duran ədəd burada 3'sə, deməli 3'dən kiçik ola bilər də. Yəni nə? 2. Növbəti sualımız belədir ki, bir kisədə 120 kiloqram soğan, digərində 5'in 3 misli qədər soğan var. Baxın, birində 120'dir. 120'dir. Digərində 5'in 3 misli nə deməkdir? Misli sözü vurma deməkdir. 5'in 3 misli. Yəni 5 üçün 15. 120'nin üstünə gəlirəm 15. 120'nin üzərinə 15 gəldim. Oldu neçə? 135. 135. Və indi nə deyir bizdən? Ümumi soğan nə qədər oldu? 135. Ümumi soğanda 19 kiloqram satıldı. Yəni 135'dən də çıxıram 19'un. Görüm nə qədər soğan qalıb. Bundan da 19'un çıxıram. Olur neçə? 116. Doğru variant B variantı. Növbəti sualımız belədir ki, deməli, nə deyir növbəti sualımızda? Bidonda 8,9 litr süd, südün 1,5 litri satıldı. Həmən dəqiqə 8,9'dan çıxıram nəyi? 1,5. Çıxıram 1,5'in. Neçə olur? Bu da olur. 7,4. Tapdım 7,4. 7,4 tapdım. Və indi nə edirəm? Qalan südün bir hissəsini tutumu 300 ml-ın 4 qaba tökdülər. Qalan südün deyir tutumu. Baxın, bu da yazdıq 7,4. Bunu bir qırağa yazaq və bunu silək, başlayaq digərinə. Yazıram buradan 7,4. Bunu yazdım bura. 7,4. İndi bunu silirik və ardına baxırıq. Deyir ki, qalan südün bir hissəsinin tutumu 300 ml-ın 4 qaba. 300 ml-ın 4 qaba tökdü. 300'ü vururam 4'ə. Görüm nə qədər eləyir. 300'ü vururam 4'ə. Burada neçə qalmışdı? Bunu yazaq. 7,4. 300'ü vurdum 4'ə. Oldu neçə? 1200. 1200. Bu 1200'ü nə indirəm? 1200'ü çevirirəm. Baxın, burada millilitrdir, digərində litr. 1200'ü çevirirəm litrə. Yəni 1200'ü bölürəm 1000'ə. Bu deyilir neçə? Baxın, 1200'ü bölürəm 1000'ə. Bu deyilir 1/2. 1/2. Və sonra nə edirəm? 1200'ü 1000'ə böldüm, oldu necə? 1/2. Və sonra nə edirəm? 7,4'dən də çıxıram 1/2'sin. 7,4'dən baxın, çıxıram 1/2'sin. 7,4'dən
Çıxıram 1/2. 1/2 bu eləyir 6/2. Bidonda nə qədər su qaldı? 6/2. Doğru variant B variantı. Növbəti sualımız. Deyir ki, düzbucaqlı formasında bağın eni. Baxın, bir dənə düzbucaqlı formalı bağım var. Bağın eni 5'dir. Eni 5. Uzunluğunu bilmirəm, amma perimetri bilirəm 24 santimetrdir. Deyir, bu bağın sahəsini tap. Perimetri 24-dürsə, uzunluğunu bilmirəm. Uzunluğu nədir? X. Çünki bilmirəm nədir. Amma perimetrini bilirəm 24'dür. Biz də düzbucaqlı düsturu necə demişdik? A üzərinə B vurulsun 2. Yəni, baxın, yəni 5 üzərinə X vurulsun 2 bərabər 24. 24. Baxın, sözlə də deyirəm. Çünki qələm burada əlimizdən yazırıq. Qələmimiz, belə deyim, yaxşı olmur deyə əlimizdən yazırıq. Əlimiz də o qədər də yaxşı olmadı. 5 üzərinə X vurulsun 2 bərabər 24. Yəni, bu formada yazdım. İndi burada nə edirəm? 24'ü 2'yə bölürəm 12'yə. 12'dən 5'ini çıxıram, qalır 7. X bərabərdir. Neçə oldu? 7. X'i tapdım 7. X'i tapdım 7. 7. Deməli, mənim bu düzbucaqlımın neçə oldu? Mənim bu düzbucaqlımın, baxın, eni oldu 5. Uzunluğu neçə tapdım? X'i neçə tapdım? X'i tapdım 7. X'i tapdım 7. Deməli, uzunluğu da oldu 7. İndi məndən sahəsini istəyir. Sahə nə idi? Sahə enin uzunluğuna vurmaq. Yəni 7 vur 7 vur 5 bərabər 35. Doğru variant 35. Növbəti sualımız belədir ki, deyir, ulduzun yerinə uyğun gələn variantı seçin. Birinci burada hesablayırıq. Nəyi? Baxın, birinci bölməni hesablayırıq. Sonra digər qayda ilə hesablayırıq. Əvvəlcə gəlin bura baxaq. Baxın, bura baxırıq. 36'nı bölürəm 6'ya 6. 6'nı 0'a vururam 0. 6 üstə 0 6. Deməli, bu 6 elədirsə, bu tərəf 6 elədirsə, bilirəm ki, həmən dəqiqə birinci tərəf böyükdür. Buranın cavabı neçə elədi? 6 elədi. İkincinin cavabı 6 elədi. Digərinin cavabı 24'ü 2'yə bölürəm 12. 56 üzərinə 12 gəlirəm, çıxıram 12'sin. Elə olur neçə? Deməli, ona görə də bu variant böyükdür, yəni B variantı. Çünki buranın cavabı 6 eləmişdi. Da yəni o qədər də belə deyim də oturub bunu hesablamayaq. Çünki o qədər də hesablayıcı bir şey deyil. Xətti diaqramda 9-cu sualımız. Xətti diaqramda satılan biletlər qeyd olunmuşdur. Biletlər qeyd olunmuşdur. Noyabrda satılan biletlər sentyabrda satılan biletlərdən nə qədər çoxdur? Baxın, bunu da Təhsil Nazirliyimizin belə deyim dəstək kitabından götürmüşük bu şəkili. Deməli, noyabrda satılan biletlər. Baxın, noyabrda satılan biletlərə baxıram. Baxın, nəyin üzərində durub? Baxın, 300'ün üzərində durub. Görürsünüz 300'ün. Noyabrda nə qədər bilet satıldı? 300. İndi deyir ki, satılan biletlər sentyabrda satılan. Sentyabrda nə qədərdir? Baxın, sentyabrda buradadır. 150. Sentyabrda satılıb 150. Deməli, 300'dən də 150'sini çıxıram. Qalır neçə? 150. 300'dən 150'sini çıxdım. Qaldı 150. B variantı. Növbəti sualımız. Deyir ki, tam bucağın 6'da 3 hissəsinə bərabər olan bucaq hansıdır? Birinci bilməliyəm, tam bucaq neçə dərəcədir? Bilirəm ki, tam bucaq 360 dərəcədir. 360'ın 6'da 3 hissəsi nə deməkdir? Yəni, məxrəcə böl, surətə vur. 360'ı bölürəm 6'ya, vururam 3'ə. Bu deyilir neçə? 360'ı bölürəm 6'ya, vururam 3'ə. Bu deyilir 6, 180. 180 dərəcəli bucağım hansı bucaqdır? 180 dərəcəli bucağım hansı bucaqdır? Açıq bucaq. Açıq bucaq. Kör bucaq 90 dərəcədən böyükdür. Bunu da qeyd edirəm. Ola bilər, çıxar, başqa formada düşər qarşınıza. Kör bucaq 90 dərəcədən böyükdür. İti bucaq 90 dərəcədən kiçikdir. Açıq bucaq 180 dərəcədir. Düz bucaq 90 dərəcədir. Növbəti sualımız belədir ki, deyir ki,
çevrənin diametri, perimetri 90 sm-in bərabərdir, üçbucağın tərəfinə bərabərdir. Deməli, bir dənə üçbucağım var ki, baxın, bərabər tərəfli üçbucaq deyir. Yəni, bütün tərəf bir-birinə bərabərdir. Bunun perimetri 90-dırsa, həmən dəqiqə üçbucağın üç tərəfi var, bir-birinə bərabərdir. 90-ı bölürəm 3-ə, qalır neçə? 30. Deməli, bunun tərəfləri neçə oldu? 30. Deməli, bu üçbucağın tərəfləri neçə oldu? 30. Perimetr neçə idi? 90. 90-ı 3-ə böldüm, oldu 30. İndi nə deyir? Çevrənin diametri bu üçbucağın tərəfinə bərabərdir. Bir dənə də çevrə var. Bunun diametri, baxın, bir dənə də çevrə var. Bunun diametri 30-dur. Bunun diametri 30-dursa, radiusu neçə olar? Radiusunu istəyir. Diametri 30-dursa, radius da diametrin yarısıdır. Yəni 15. Doğru variantı mı? 15. Növbəti sualımız. Növbəti sual belədir ki, deyir, qarşı-qarşıya iki avtomobil yola düşdü. Avtomobilin sürəti 80, digəri 50 km 5 saat süründə. Biz buna aid çoxlu testlər paylaşmışıq. Bunun üçün nə edirik? V1 üzərinə demişdik V2 vurulsun T. Baxın, düsturumuz belə idi. V1 üzərinə V2 vurulsun T. İndi nə edirəm? V1 neçədir? 80. 80 üzərinə 50 gəlirəm. 50 gəlirəm. Vururam T neçədir? 5. Vururam 5-ə. Bu da eləyir neçə? 80 üstə 50 gəlirəm. Eləyir 130. 130'u da 5'ə vururam neçə eləyir? 650. Doğru variant 650. B variantı. Növbəti sualımız. Deyir ki, hər birində eyni sayda olan 10 qutuda 150 meyvə var. 12 belə qutuda neçə meyvə olar? Deməli, 150-ni bölərəm ona. Görün, bir qutuda nə qədərdir? 150-ni böldüm ona. Ona da böləndə nə edirəm? Bu sıfırı buradan silirəm, bu sıfırı buradan silirəm. Qalır 15. 15. İndi 12 belə qutuda nə qədər meyvə olar? 15'i də vuraram 12'yə. 15 vur 12. Bu da neçə eləyir? Deməli, 15'i 12'yə vuranda eləyir 180. 180. Növbəti sualımız. Deyir ki, bölən 14, qismət 10, qalıq 8 olarsa. Baxın, mənim var burada bölünən, qismətim, bir də qalığı belə yazıram da. Buradan da qalığı yazıram. Bu da qalığımdır. Qalıq da yadınızda qalsın, həmişə toplanır. İndi deyir, bölən 14'dür. Bölən hansıydı? Baxın, altından yazıram. Bölən 14'dür. Bölənim 14'dür. Qismət 10'dur. Qismət 10 yazıram. Qalıq 8'dir. Qalıq 8'dir. İndi başlayıram hesablamağa. Bölünəni bilirəm, xeyr, bilmirəm. Ona görə buna x yazıram. X bölünsün 14 bərabər 10, qalıqda 8. Bunu tapmaq üçün nə edirəm? 10'u vururam 14'ə. 14'ü vururam 10'a. Üzərinə də dedim, qalıq həmişə toplanır. 8'i gəlirəm. 14'ü 10'a vururam 140. 140 üstə 8, 148. Doğru variant D variantı. Növbəti sualımız koordinat şəbəkəsidir. Bununla da bağlı video. Demək olar ki, paylaşdığımız hər bir testlərlə bağlı video paylaşmışıq. Yəni YouTube'da gəzib səhifəni, belə deyim, əvvəlki videolara baxsaz görəcəksiniz ki, yəni paylaşmışıq. Koordinat şəbəkəsi ilə bağlı da video izahımız var. Əgər kimsə bilmirsə, girib oradan baxa bilər. Deyir ki, koordinat şəbəkəsində 5 bucağın koordinatı. Birinci burada 5 bucağı tapıram. 5 bucaq hanı? 5 bucaq, baxın, buradadır. 5 bucağı tapdım. 5 bucağın koordinatı neçə olar? 5 bucağın koordinatı, baxıram birinci, 5 bucaq hansı ədədin yanına gedir? Belə deyim də, hansı ədədlərə xəttində durub. Baxın, biri burada 3'ün, biri də burada 4'ün. İndi nə edirik? Biz də həmişə demişdik ki, koordinat şəbəkəsində demişdik ki, birinci həmişə aşağıını deyirsən, yəni yazırsan 3'ün neçədir bunun koordinatı? 3'ün
4-ə. Doğru variant C variantı. İndi ola bilər ki, məsəl üçün bunun içində hər hansı bir bizə imtahanda məsəl üçün keçənlər burada 3 bucaq vermişlər. Ola bilər məsəl üçün burada şəkillər verməz, nə bilim, ola bilər burada verər məsəl üçün belə bir şey verər. Tutaq ki. Üzr istəyirəm. Ola bilər bizə baxın belə bir şey verər ki, məsəl üçün nə verə bilər? Məsəl üçün verər ki, bizə bir dənə kvadrat verər, baxın belə. Belə bir kvadrat verək. Kvadrata nə bilim, təpə bucaqların, təpə nöqtələrin koordinatlarını yaz. Məsələn, buranın koordinatı olar neçə? Baxın, qoy rəngini dəyişim. Məsələn, buranın koordinatı olar neçə? Bu hissənin koordinatı olar 1-in 4-ə. Bu hissənin koordinatı olar 4-ün 4-ə. Bu hissənin koordinatı 1-in 2-yə. Bu hissə də olar 4-ün 2-yə. Yəni, bu qayda ilə yazarıq. Bu günlük izahatımız bu qədər. Yəni, 15 sual paylaşdıq. İnşallah ardını da belə deyim, axşama doğru paylaşacağıq. Uğurlarınız bol-bol olsun. Yenə də dediyim kimi, kimsə hər nəsə bilməsə, nəsə bu testlərdən ola bilər, qaranlıq qalar, ola bilər xəttimizi başa düşməz və yaxud səsimiz də hardasa çaşarıq. Yəni, bunlar hamısı olan şeylərdir. Yəni, təbii şeylərdir. Kimsə nəsə də bilməsə, başa düşməsə, yəni yaza bilər. Sağ olun, salamat qalın.